Bu irfan ifadəsini çox işlədirsiniz. Bu da məlumdur ki, təsəvvüfdə, yəni geniş mənada sufilikdə Allahı dərk etmək, idrak mənalarını verir. Bu istəyərdim bizim poeziyada geniş mənada irfan sözünün fikir yükünü, fəlsəfi mahiyyətini bir qədər açasınız. Mən həmişə demişəm ki, çox alimlər, çox insanlar, çox yəni ədəbiyyatla məşğul olanlar hardasa irfanı təsəvvüfün özü bilirlər. Və yaxud da əksinə təsəvvüfü irfanın özü bilirlər. Yəni ilk sual bu yaranır, ortaya gəlir ki, əgər bunlar ikisi eyni şeydirsə, niyə iki dənə adları var bunların? Burada bir dənə adı olardı da, yəni niyə irfanın təsəvvüfü? Əgər eyni şeydirlərsə, bir dənə adı olardı da. İki dənə adı var əgər, deməli bunlar başqa-başqa məsələlərdir. Təsəvvüf sözü suf sözündəndir. Suf yum parçaya deyərlər. Sufilər yum parça geyməkləri ilə tanınıblar. Yəni, mən bu sözü diqqət eləməyinizi xahiş edirəm. Sufilər tanınıblar yum parça geyməkləri ilə, ariflər tanınıblar tanımaqları ilə. Nə qədər fərq var? Sufi yum parça geyə-geyə tanımağı o məsələni qoyulmur ortaya. Sadəcə o yum parça giyinirdi, yum parçadan toxunmuş paltar giyirdi. Bədənini sürtsün həmişə, özünə əziyyət verirdi ki, o əziyyətin bəhrisini Allah buna özünü tanıtdırsın. Bunların ideyası bu idi. Bunlar, ariflər ama belə deyirdi. Ariflər tanıyırdılar. Bunlar... Zahiri tanımanı nəzərdə tutursunuz, həm də mənəvi... Bax, şəriət, təriqət, mərifət, həqiqət. O iki axırıncını mərifət, həqiqət də yazırlar, həqiqət, mərifət də yazırlar. Burada bir təriqət deyilən bir şey var. Bu təriqət bir növ şəriətdən sonra gəlir. Şəriətdən sonra gəlir. Bu bir növ bataqlıqdır, labirintdir. O birisi mərtəbələrə keçmək üçün bu labirintdir. Əsas buradan çıxmaq lazımdır. Çıxmağı bacarmaq lazımdır. Bu labirintdə ilişib qalanlar sufilərdir, çıxanlar ariflərdir. Orada ilişib qala-qala sufilər özlərini arif bilirlər. Allah Teala şeytana bütün, yəni hər şey eləmək qüdrəti verdi də, tək Allahlığından başqa. Burada məsəl üçün sufi möcüzə də göstərə bilər, sufi nə desən eləyə bilər. Amma ariflər onların elədiyini eləməzlər heç vaxt. Arif fikirləşər ki, mən bilmirəm, axı, mən haranın adamıyam ki, mən bilim ki, bu qüdrəti mənə Allah verib eləyirəm, ya şeytan verib. Onu görə eləməsəm yaxşıdır. Və yaxud bəlkə Allah mənə bu qüdrəti verib, məni yoxlayır. Məsələn, sehr elmi, cəfr elmi var da həyatda, sehr elmi var. Onu məsələn, böyük alimlər biliblər, bugün də bilən var onu. Amma bir dəfə ondan əgər istifadə eləsə, birbaşa cəhənnəmə gedər. O bir imtihandır, o onun imtihanıdır, mənim yox. O boyda şəxsiyyətin imtihanıdır. Məsələn, sufi ənəl-haq deyib də, sufilər deyiblər ənəl-haq. Ariflər onu deməz. Ariflər o sözü dillərinə götürməzlər. Niyə? Çünki el arasında belə bir söz var. Görürsən, bir başqa cür danışıqda adama deyirlər ki, öz sözü danış. Bu öz sözü danış nə deməkdir? Bəyən danışıqlar bəyən paylanılıb ki, hərəsinə biraz verilib. Sözdür də, mən də dedim də. Yəni, öz sözü danış, sənə aid olanını danış. Gücün çatdığın qədər yük götür. Ənəl-haq sözü mən yeri göyü yaradan Allahım demək olmasa da mənası. Hər halda mən haqam. Sözün mənası mən haq. Onu ancaq Allah döşünə döyə bilər ki, mən haqam. Yerdə qalan ixtiyarı yoxdur. Sən Allaha aid olan sözü dediyin üçün səni soyarlar, səni asarlar, səni nə bilim neyərlər, edam eləyərlər, filan eləyərlər. Suflər onu deyər, ariflər onu demək istədikdə dillərini dişləyərlər. Məsələn, bir həqiqət var da həyatda, bunu mən məcburam deyim. Məhəmməd Peyğəmbər boyda dünyada arif yoxdur. Nəcəb bir dəfə ənəl-haq demədi. Deməzdi axı. O söz onun dilinə gələndə o necə deyərlər, dilini dişləyər ki, yox, bu söz mənlikdir, bu mənə aid olan sözdür. Onu Allah deyə bilər. Mən özümə aid olan sözü danışa bilərəm. Bu məsələlərdə sufilərlə, deməli, ariflərin yolları haçalanır. Məsəl üçün, o gəlir, o vəhdət-i vücud məsələsi ki var, o gəlir 3 olur.
Biri vəhdəti mövcuddur, biri vəhdəti şühuddur, biri vəhdəti vücuddur. Vəhdəti mövcud və vəhdəti şühud filosofların nəzəriyyəsidir. Filosoflar deyirlər ki, bu yaranmışlar var ha, bunlar hamı var. Varlıq etibarilə bunlar var. Amma mən bu varlıqda Allahı tapmaq istəyirəm. Bu filosofların nəzəriyyəsidir. Sufilər deyirlər ki, bunlar heç biri yoxdur, sənə elə gəlir var. Bunlar hamısı Allahdır, sən nə görürsən Allahdır. Filosoflar onlara sual verirlər ki, bu heyvanat aləmi, deyirlər, bəli, onlar da hərəsi bir Allahdır. Amma ariflərdə vəhdəti vücud məsələsi ki var, o vəhdəti vücuda qulluq eləyənlər, ariflər deyirlər ki, varlıq etibarilə bunlar hamı var, amma bunlar Allahın nişan verənlərdir. Nə Allahın özü deyirlər bunlar, nə də yox hesabında deyirlər. Yəni, varlıq etibarilə özü var, belə şey yoxdur. Bunlar hamısı güzgüyə düşmüş şəkil kimidir. Bunlar Allahın təzahürləridir, görünən yerləridir. Həqiqətdə də bu cürdür. Füzulinin qəzəllərinin birində belə bir şey var. Deyir ki, rəhrəvi irfana bəstir sağəri sağı dəlil ki, məhi xurşididən bulmuş təmənnasın xəlil olsa istedadı arif qabili idraki vəh əmri həq irsalına hər zərrədir bir Cəbrail. Əgər arifdə birdən vəhyi qabul eləmək qudrəti olsaydı, Allahın əmrlərini yerə çatdırmaq üçün hər zərrə elə bir Cəbrail mələkdir. Mələk axtarmaq lazımdır. Hər zərrə insan dırnağına baxmaqla tapar Allahı. Burada təzahürdür. Bu nədir belə burada? Burada hansı zavad var? Bu mayə şəklində gəlir, bura çatanda bərkiyir. Niyə bu düz gəlir? Əgər bu cür gəlirsə bərk halda, onda gərək insanların barmaqları tərpənməsin, qolu tərpənməsin. Deməli, mayə şəklində gəlir. Mayə şəklində gəlir, insanın bədənində 2 dənə cansız üzv var. Biri dırnaqdır, biri tük. Cansız da ona görə ki, bunları kəsəndə ağrıdmaz insanı. Bunlarda can yoxdur. Amma burada bir zavad yaradan ki, bu mayə şəklində gəlir, havaya çıxan kimi bərkiyir. Həm tullantıdır, kəsib atırıq, həm də bunsuz işimiz keçmir. Bunsuz mümkün də işimiz keçmir. Saç da həmçinin. Həm tullantıdır, kəsib atırıq, həm də insanları bir-birindən ayıran ancaq bu xət ki var ədəbiyyatda xət sözü 7-dür də, yəni həmən bu saçdır, sonra bığdır, sonra qaşlardır, kipriklərdir. Bunlar da insanları bir-birindən ayıran. Əgər bunları yolsalar, təmizləsələr, insanlar fantomas kimi hamısı bir-birinə oxşayar. İnsanları bir-birindən ayıran bu cizgilərdir. Bir də batini cizgiləri var ki, o da 7-dür. Üzdədəki də 7-dür, batindəki də. Batindəkini görmə qabiliyyətini Allah Taala verib rəssamlara. Rəssam batini xəttləri gördüyü üçün onları yerinə qoyur, oxşadır. Amma mən onu görə bilmədiyim üçün nə qədər birinin şəklini çəksəm oxşada bilmərəm. Çünki o batini xəttləri bilmirəm, hansı aradan keçir. O onu görür. Sənət də ruhu dünyaya bağlanmasa sənət olmur. Bəli. Həm şairlik bir cür, rəssamlıq bir cür, musiqi bir cür. Sizin fikrinizcə, Ələmdəvan, demək, irfanlıq əslində o ariflik, müdriklik səviyyəsində olmağın özüdür, hə? Ariflik, yəni o əsl tanıyanlar olardı. İrfan əhli də deyəndə siz onları nəzərdə tutursunuz. Sufilər hər şeyi bilər, ariflər heç nəyi bilməz. Ümumiyyətlə, arif deyir ki, mən neyimə lazımdır, alıma necə yetişir. Bunun alimi var, geçsin, öyrənsin də. Mənə o lazımdır ki, bu var. Tardi, Füzuli Leyli və Məcnun əsərində bir qəzəl işdir. Öyle sərməstəm ki, idrak etməzəm, dünya nədir, məşhur qəzəl. Mən kiməm, saği olan kimdir, meyi səhbanıdır. Gerçi canandan dili şeyda üçün kam istərəm. Sorsa canan bilməzəm kami dili şeyda nədir. Hikməti dünya və mafiha bilən arif deyil. Arif oldur bilməyə dünya və mafiha nədir. Dünya və mafiha sözünün mənası dünya və dünyada olanlar deməkdir. Dünya və onda olanların hikmətini bilənə arif deməzlər. Arif kimdir biz? Arif o da heç bilməsin dünya nədir, dünyada olanlar nədir. Bunlar yəni ariflər bunlardır və bunların yolları tamam həmən o ikinci təriqətdən sonra gedər mərifətə çatar, gedər həqiqətə çatar ki, onlar ancaq həqiqətlə üzbəyiz olarlar, hər şeyi bilərlər onlar.
Demək qənaətimiz bu oldu ki, təsəvvüflə irfan sözün sinonim kimi işlətmək əslində düzdür. Yəni bunların o bir yerə qədər ki, eynilik var bunlarda, iftidadan. İndi orta məktəb 10-cu sinifə qədər Rus da o cür oxuyur, nə bilim, bütün millətlər o cür oxuyur. Sonra başqa-başqa fənlərə ayrılır, başqa-başqa elmlərə ayrılır. Yəni indi bilmirəm, indi müqayisəm düzdür. Amma hər halda bir yerə qədər ariflərlə sufilərin getdikləri yol eynidir. Orada sonra danışanlar və danışmayanlar çıxır meydana. Məsəl üçün, o yollarda belə bir məsələ var. Bir mürşidə, bir şeyxə, bir hal gələr o yollarda. O hal gələndə ki, Allah deyir axı ki, mən insanı öz mislimdə yaratmışam, öz surətimdə yaratmışam. O, baxar özünə Allahı tam dərk elər, tam. Dərk edəndə deyər adam, mən Allahın özüyəm də, bir ənəl haq deyər orada. Sonra o haldan çıxandan sonra ona deyərlər ki, ağa, ya şeyx, ya filan kəs, sən bayağı belə söz dedin ha. Deyər ki, əstağfurullah, nə danışırsın, mən o belə sözü demərəm. Məndən Allah filan. O halda olanda. Sufilər o halda deyirlər o sözü. Ariflər o hala düşəndə demirlər. Deyirlər, yox, mən deyə bilmərəm, bu sözü mən deyə bilmərəm, mən bilmirəm, bu söz hardan gəldi mənim ağlıma, mən deyə bilmərəm onu.